Salam, yaxşı. Gəlin vaxt itirmədən birbaşa mətləbə keçək. Bugün biz sizinlə adət etdiyimiz standart elmi çərçivələrdən biraz kənara çıxacağıq. Yaranış mətninə əsaslanan və göy üzündəki gerçəkdən də həlledici bir anlam başlayan o qədər fərqli, o qədər valehedici bir kosmik nəzəriyyəyə daxil olacağıq ki, təsəvvür edin, bu izahatımızda biz Günəşə və ümumiyyətlə kainata tamamilə fərqli, ezoterik bir fəlsəfənin pəncərəsindən baxacağıq. Kəmərlərinizi bağlayın, çünki bu, bildiyiniz bəzi təməl fikirləri yenidən düşünməyə vadar edə bilər. Elə ən başdan ağlımızı qarışdıracaq bir sualla başlayaq. 1999-cu ilin 11 avqustunu yəqin ki, çoxumuz xatırlayırıq, düzdür? Bəs Vahid Rızayevin təqdim edilən bu mətindəki ezoterik müşahidələrinə inansaq, həmin gün baş verən o məşhur günəş tutulması doğrudanmı sadəcə ayın yerin üzərinə saldığı sıradan bir kölgə idi, yoxsa bunun arxasında daha dərin, kosmik bir hekayə gizlənirdi? Bunu anlamaq üçün ilk növbədə birinci hissəyə, yəni 1999-cu ilin günəş tutulması məsələsinə nəzər salmalıyıq. Çünki Vahid Rızayevin bu tutulma anı ilə bağlı qətiyyən gözləmədiyiniz iddialar var. Mənbəyə görə o heç bir eynək olmadan tutulmanı adi gözlə izləyəndə sadəcə qaralan bir disk görmədi. Xeyr, o günəşin sözün əsl mənasında qaranlıq enerjilərdən özünü necə pakladığını, yəni sanki təmizlədiyini müşahidə etdi. Mətndə qeyd olunur ki, həmin an havada fərqli bir yanıq qoxusu var idi. Hətta bu qoxunun dadını belə hiss etmək olardı. Günəş üzərindəki o ağır, bozluq və xaki rəngli istilik zərrələrini kosmik fəzaya tullayır və onlardan xilas olurdu. İnanılmaz səslənir, elə deyilmi? Amma məni ən çox təəccübləndirən məqamlardan biri rəng məsələsidir. Biz həmişə günəşi sarı, qırmızı ya da narıncı təsəvvür edirik. Amma mətn çox aydın şəkildə bildirir ki, həmin an günəşdə tünd yaşıl və mavi çalarlar ağ rənglə qarışırdı. Və mənbəyə görə bu rənglər kosmik miqyasda yeni yaranışın, yəni bir növ böyük yenilənmənin spektral göstəriciləri idi. İndi isə gəlin ikinci hissəyə, elmlə irfanın qarşılaşmasına keçək. Görək bu qeyri-adi ezoterik iddialar müasir astrofizika ilə necə kəskin bir kontrast yaradır. Baxın, məhz burada böyük bir paradigma qırılması yaşayarıq. Müasir elm bizə nə deyir? Deyir ki, Günəş 15 milyon dərəcə istiliyi olan, hidrogen və heliumun reaksiyaya girdiyi nəhəng bir nüvə sobasıdır. Amma yaranış kitabı tamamilə əksini təklif edir. Bu mətn iddia edir ki, Günəşin nüvəsi nəinki yanır, əksinə ağla sığmaz dərəcədə sərindir. Cəmi 6-12 dərəcə Selsi və o, yanan qazlardan yox, saf ağ işıq payından ibarətdir. Uçurumu təsəvvür edirsiniz? Mətndəki bu cümlə əslində bütün fəlsəfəni beynimizdə oturdurur. Diqqət edin. Kainatlarda məkanların mərkəzi odla deyil, pak işıqla aydınlanır. Yəni, bu çərçivəyə görə kosmosu hərəkətə gətirən güc məhvedici, ekstremal və yandırıcı atəş deyil. Kainatımız ilahi, sərin və pak bir işıqla fəaliyyət göstərir. Yaxşı, əgər günəş doğrudan da qaynar qazlardan ibarət bir şar deyilsə, bəs onda tam olaraq nədir? Üçüncü hissədə məhz günəşin bu tam fərqli yeni quruluşuna baxacağıq. Mətni günəşi az qala göy qurşağı kimi rənglərlə kodlanmış təbəqələrə bölür. Ən dərində saf ağ rəngli nüvə var. Onun ətrafını açıq mavi rəngli bir maye qatı əhatə edir. Oradan sarı rəngli mantiyaya, daha sonra isə qırmızı rəngli konvektiv zonaya keçirik. Və ən nəhayət günəşin ən üst qatı xaki, yəni şabalıdı rəngdə bir qabıqla örtülür. Sanki bir rəssam palitrasıdır. Amma nüvənin özünün funksiyası sizi lap təəccübləndirəcək. Elmdəki kimi öz-özünə fasiləsiz enerji və istilik istehsal edən o reaktoru bir anlıq unudun. Mətnə görə bu nüvə əslində sadəcə yaradanın ağ işığını qəbul edən və onu paylayan çox sərin, sakit bir ötürücüdür. Yəni o müstəqil güc mənbəyi deyil, kainatla sistemli şəkildə işləyən bir vasitəçidir. Fikir verin, biz doğrudan da çox dinc, çox ahəngdar bir günəş forması görürük. Səthindəki temperatur milyonlarla dərəcə yox. Sadəcə insana xoş gələn bir 30-35 dərəcə Selsidir. O xaos yaradan nüvə partlayışlarının yerini rəvan, dalğavari bir işıq axını tutur. Daxili təbəqələri isə daş kimi deyil, sümük iliyi kimi yumşaqdır. Dostlar, bu aqressiv bir soba deyil. Bu zərifcə nəfəs alan, sanki canlı bir orqanizmdir. Dördüncü hissə işığın yaranma mexanizmi. Bəs əgər yanma yoxdursa, bu işıq necə formalaşır və bizə gəlib çatır? Gəlin prosesin o çox maraqlı mikro səviyyəsinə enək. Mətn günəş işığını fərqli bir zərrələr üçlüyü mexanizmi ilə izah edir. Baxın, saf ağ işıq tək başına fəzaya yayılmır, xeyr.
O yola çıxanda xaki rəngli istilik zərrələri, ki mətndə bunlara termiktonlar deyilir, və boz rəngli əbədilik zərrələri ilə qovuşur. Və bizim hər gün pəncərədən görüb hiss etdiyimiz o günəş şüaları məhz bu unikal üçlünün vəhdətindən formalaşır. Təsəvvür edin ki, ardıcıl olaraq kvantlarla dolub boşalan nəhəng bir kosmik sirkulyasiya sistemi fəaliyyət göstərir. Bu, nəfəs alıb verməyə bənzəyir və işıq bu şəkildə yayılaraq planetimizin atmosferinə daxil olanda, bax elə həmin an bizim bildiyimiz o dalğavari və zərrəcik formalarına bürünür. Kainatda heç nə təsadüfi deyil, hər şey nəbzlə işləyir. Və gəldik ən vacib yerə. 5-ci hissə, bəşəriyyətə kosmik mesaj. Deyə bilərsiniz ki, bütün bu rənglər, kvantlar, sərin nüvələr, axı bunların bizə, bugün yerdə yaşayan adi insanlara nə aidiyyatı var? Bax, mətn məhz burada çox sarsıdıcı bir məqama toxunur. Bildirir ki, bizim hərəkətlərimiz, xüsusən də aqressiyamız, müharibələr, işlətdiyimiz o silahlar havaya sadəcə fiziki tüstü buraxmır. Biz öz dağıdıcı fəaliyyətimizlə kosmosdan gələn o saf işıq axınında sözün əsli mənasında real, fiziki düyünlər yaradırıq. Yəni, biz öz əllərimizlə o pak işığın qarşısına süni sədd çəkirik. Təbii ki, bunun çox ağır bir əvəzi var. İşıq axınını pozduğumuza görə yerdə nələr baş verir? Kəskin iqlim dəyişiklikləri, heç yerdən çıxan qəribə xəstəliklər, kənd təsərrüfatında ruzinin, bərəkətin çəkilməsi və qəfil təbii fəlakətlər. Mətn iddia edir ki, bunlar təsadüf deyil. Bunlar birbaşa bizim kainatın ahəngini zədələməmizin nəticəsidir. Təbiət bizə sadəcə güzgü tutur. Ya bu da bizi çox aydın, fəlsəfi bir xəbərdarlıqla üz-üzə qoyur. Deyilir ki, insan, bəşəriyyət özü-özünü dərk etməyincə heç bir əsl inkişaf mümkün olmayacaq. Dostlar, lap gedib ən sürətli kosmik gəmiləri kəşf edək, fərqi yoxdur. Biz daxilimizdəki aqressiyaya son qoymayana qədər həqiqi davamlı yüksəliş xülyadan başqa bir şey deyil. İşığı bloklayaraq aydınlığa necə çıxa bilərik ki? Elə isə bugünlük izahatımızı bitirərkən sizi o çox sadə, amma beyni yoran sualla baş-başa buraxıram. Kainatı, günəşi, ulduzları dərək etməyə çalışmazdan əvvəl bəlkə ilk növbədə dönüb özümüzə baxmalıyıq. Daxilimizdəki işığı anlamaqla başlayaq bəlkə. Bizi izlədiyiniz üçün böyük təşəkkürlər. Bunun üzərində mütləq düşünün. Gələn görüşlərədək.